That is the nature. Radikal innovasiyanın təbiəti belədir, istisna olmur. Və L1 üçün də istisna olmadı. Təsəvvür edin, səhnənin arxasına yerləşdirilən 7 fut hündürlüyündə qara, kosmosdan gəlmiş qəribə bir obyektə bənzəyən sistem, monitor sistemini, PA sistemini və hətta müqəddəs gitara gücləndiricisini belə əvəz edirdi və əlbəttə ki, hamının qaşları qalxmışdı. Demək olar ki, eşitdiklərinə hər kəs heyran qalmışdı. Bir çox şirkət üçün Me-Too məhsul hazırlamaq çox asandır. Amma əvvəllər heç kimin etmədiyi tamamilə yeni bir şey yaratmaq, bunun üçün cəsarət və qürur lazımdır. L1 seriyasının əvvəlki modelləri artıq 17 ildir bazardadır və bugün də portativ Array kateqoriyasında liderdir. Biz istənilən məhsulu yaradarkən, xüsusilə də L1 kimi ikonik bir seriyanı, hər detalın səbəbli olmasına diqqət yetiririk. Məqsədimiz musiqiçilərə auditoriya ilə dərin emosional əlaqə qurmaqda kömək etməkdir. O əlaqə ki, insana tük ürpədən hiss yaşadır. Və buna görə də L1 Pro-nu bazara təqdim etdiyimiz üçün çox həyəcanlıyıq. Bu, L1 ailəsinin növbəti nəsildir. Yeni L1 seriyasını dizayn edəcəyimiz deyildikdə hamımız bilirdik ki, böyük məsuliyyət daşıyırıq. Bu tək məhsul deyil, tamamilə yeni ailədir. 5 yeni model. Mənim işim istifadəçi icması ilə, singer-songwriterlər, qrup üzvləri və mobil DJ-lərlə işləyərək onların nəyə ehtiyac duyduğunu öyrənməkdir. L1 Pro ailəsi istifadəçilərə seçim imkanı verir. Kiçik məkanlarda çıxış edən solo ifaçısızsa, L1 Pro 8 sizin üçündür. L1 Pro 8-də ən çox sevdiyim şey, ölçü ilə performans arasındakı inanılmaz balansdır. Bu qədər kompakt sistemdən belə güclü səs və belə dərin bas almaq həqiqətən təəccüblüdür. Ailənin daha güclü üzvü isə L1 Pro 16-dır. L1 Pro 8-in əsl böyük qardaşı. Daha güclü bas və yenə də yüksək portativlik. Və sonra L1 Pro 32 var. Onu hər dinləyəndə sadəcə başımızı yelləyib deyirik, wow! Bu sistem doldura bildiyi zalların və açıq məkanların ölçüsünə görə inanılmazdır. Məsafə artdıqca səs səviyyəsinin azalması minimaldır. Biz Submatch adlı texnologiya yaratdıq. Bu texnologiya L1 Pro 32-dən Sub 1 və ya Sub 2 subwooferinə həm enerji, həm də rəqəmsal audionu birbaşa ötürür. Yeni L1 Pro xəttini hazırlayarkən istifadəçi təcrübəsini ciddi şəkildə yaxşılaşdırmaq istədik. Bütün modellərdə eyni mikser bölməsi var. Bu o deməkdir ki, bir tədbirdə L1 Pro 8 istifadə edib, sonra L1 Pro 32-yə keçsəniz, keçid tam rahat və problemsiz olacaq. Biz Bluetooth inteqrasiyası istədik. Çünki bilirik ki, istifadəçilər bunu istəyir. L1 Mix tətbiqi L1 Pro sisteminin bir davamıdır. Bu, cibinizdə mikserdir. Həqiqətən faydalı, sürətli və intuitiv mobil tətbiqdir. Ən böyük çətinliklərdən biri wuferi uzadaraq oval racetrack formasına salmaq idi. Bu tip wuferlər başqa məhsullarda istifadə olunub, amma professional audio sahəsində yox. Biz isə dedik, fərqli bir şey edə bilərik. Bu, texniki baxımdan ciddi bir nailiyyət idi. Amma nəticədə əvvəlkindən daha güclü və daha keyfiyyətli bas əldə etdik. Racetrack driverlər daha kompakt korpusda maksimum səth sahəsi verir. Bu isə sistemi daha rahat daşımağa, avtomobilə yerləşdirməyə və məkana aparmağa imkan yaradır. Yeni L1 modellərini əvvəlki modellərlə müqayisədə eşidəndə, səmimi desəm, heyrətə gəldim. Biz əvvəlki sistemlərlə fəxr edirdik, amma yeniləri daha yaxşı idi. Mən bunun mümkün olduğunu düşünmürdüm. Bu məhsulu istifadə edərkən siz insanlara sevinç bəxş edə, musiqi vasitəsilə emosiyalar paylaşa bilirsiniz. Biz artıq möhtəşəm səslənən L1 irsindən başladıq və onu daha da yaxşı etdik. Daha güclü, daha yüksək səsli, daha geniş tezlik diapazonu və yenə də avtomobilinizin bagajına və ya arxa oturacağına rahat yerləşir. Səhnədə isə minimal yer tutur. Amma auditoriya yenə də deyir, wow, bu möhtəşəmdir.